Akıl Bakdadı kanalında size hoş geldik. Bismillahirrahmanirrahim. Gece hikayesi. Danışan sizin Kövsər bacınız. Bu axşamın hekayəsi dostluq. Ucsuz bucaqsız yaşıl bir meşədə saysız hesabsız böyük, hündür ağaclar var idi. Bu meşədə kiçik, lakin güclü bir gənc ağac da yaşayırdı. Onun iri, təravətli yarpaqları vardı və bütün heyvanlar onu çox sevirdi. Bir yay günü ağac şirin-şirin mürgüləyirdi. Lakin birdən-birə tok 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 səsi ilə yerindən dik atıldı. Təəccüblə ətrafa baxdı və gördü ki, bir quş onun gövdəsini dimdikləyir. Gənc ağac heç nə başa düşmədi və əsəbi halda dedi: "Ey, sən kimsən? Niyə məni dimdikləyirsən?" Ağacdələn mehribanlıqla cavab verdi: "Mən ağacdələnəm. Payız yaxınlaşır və hava çox soyuq olacaq. Ona görə gövdəndə özümə isti yuva düzəltməliyəm." Gənc ağac gülümsədi və dedi: Mən eşitmişdim ki, ağacdələnlər ağac gövdəsində yuva düzəldir. Amma biraz qıdıq verirsən, ha ha ha." Ağacdələn çox mehriban idi və ağacın içindəki zərərli həşəratları da yeyirdi. Bu isə ağacı həm qoruyurdu, həm də onu gülməyə vadar edirdi. Çünki qıdığı gəlirdi. Gənc ağac düşündü və dedi: "Əslində sizin burada yaşamağınız pis fikir deyil. Gəl qışda birlikdə qalaq." Ağacdələn çox sevindi və ağacın təmiz budaqlarında öz yuvasını qurmağa başladı. Günlər keçdi və payız gəldi. Ağacdələn yuvasına çəkildi və daha az uçmağa başladı. Ağac isə yarpaqlarını tökməyə başladı. Hava get-gedə soyuqlaşırdı. Hər gün meşədə daha az heyvan görünürdü. Qışın sərt küləkləri hər tərəfi bürüyürdü. Ağacdələn isə yuvasında isti və rahat idi. Ağac da kədərli değildi, çünki dostu onun yanında idi. Hər ikisi dərin bir qış yuxusuna getdi. Günlər keçdi və bahar gəldi. Günəş meşəni yenidən isitməyə başladı. Ağacdələn yuxudan oyandı və ağaca dedi: "Çox sağ ol dostum. Sənin sayəndə bu qışı isti və rahat keçirdim." Gənc ağac sevinc içində cavab verdi: "Mən də çox xoşbəxtəm. Adətən qışda tək qalır və donurdum. Amma bu il sənin sayəndə tək qalmadım və soyuğu hiss etmədim." İndi onlar ayrılmaz dost olmuşdular. Bəli, şirin balalar. Həqiqi dostlar bir-birlərinə beləcə qayğı göstərirlər. Bir-birimizə kömək etsək, heç vaxt tək qalmayacağıq. Həmrəylik və mehribanlıq bizi daha da güclü edir. Bəs siz necə düşünürsünüz? Və dostlarınıza necə kömək edirsiniz? Sonda isə nağıllara aid şəkil çəkib göndərən siz əzizlərə təşəkkür edirəm. Hamısı çox gözəl idi. Əllərinizə sağlıq, ağıllı balalar. Siz necə bacarıqlı uşaqlarsınız belə? Gecəniz xeyrə qalsın, əziz balalar. Bu nağılla bağlı şəkil çəkib bizə göndərməyi unutmayın.